Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Sabah ölkə ərazisində yaz fəslinə xas dəyişkən hava şəraiti üstünlük təşkil edəcək. Paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gün ərzində günəşli anlar müşahidə olunsa da, bəzi vaxtlarda buludluluq artacaq. Yağıntı ehtimalı azdır. Lakin səhər və axşam saatlarında zəif çiskinli yağış ehtimalı istisna edilir. Şimal-qərb küləyi arabir güclənəcək. Bu da havada bir qədər sərinlik hiss etdirəcək. Temperatur gecə saatlarında -13 dərəcə, gündüz isə 17-20 dərəcə isti arasında dəyişəcək. Abşeron yarımadasına daxil olan Sumqayıt və ətraf qəsəbələrdə də oxşar hava şəraiti müşahidə olunacaq. Gün ərzində küləyin təsiri ilə hava bir qədər dəyişkən hiss ediləcək. Rütubət nisbəti yüksək olduğuna görə bəzi insanlar üçün sərinlik daha çox hiss oluna bilər. Bölgələrə nəzər saldıqda Gəncə və ətraf rayonlarda hava əsasən mülayim keçəcək. Gün ərzində qısa müddətli yağış ehtimalı var. Temperatur gecə 9-12 dərəcə, gündüz isə 18-22 dərəcə isti təşkil edəcək. Şəki, Zaqatala və digər şimal-qərb rayonlarında hava daha çox buludlu olacaq. Bu ərazilərdə bəzi yerlərdə leysan xarakterli yağışlar müşahidə oluna bilər. Hətta dağlıq ərazilərdə qısa müddətli şimşək və dolu ehtimalı da var. Temperatur 14-18 dərəcə isti civarında olacaq. Cənub bölgəsində, xüsusilə Lənkəran və Astara ərazilərində hava daha rütubətli və yağıntılı keçəcək. Gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bu bölgədə temperatur 16-19 dərəcə isti təşkil edəcək. Qərb bölgələrində, o cümlədən Qazax və Tovuz rayonlarında hava əsasən mülayim və dəyişkən buludlu olacaq. Yağıntı ehtimalı azdır, lakin bəzi dağlıq ərazilərdə qısa müddətli yağış mümkün. Dağlıq və dağətəyi rayonlarda, xüsusilə Quba və Qusar ərazilərində hava daha sərin keçəcək. Burada gecə temperatur 5-8 dərəcəyə qədər enə bilər, gündüz isə 12-16 dərəcə isti olacaq. Yağıntı ehtimalı bu bölgələrdə də yüksəkdir. Ümumilikdə sabah Azərbaycanda hava şəraiti dəyişkən olacaq. Bəzi bölgələrdə yağış, bəzi ərazilərdə isə günəşli hava müşahidə ediləcək. Küləyin arabir güclənməsi və temperaturun mülayim olması yaz fəslinin tipik xüsusiyyətlərini əks etdirir. Sonda isə izləyicilərə tövsiyə olunur ki, səhər saatlarında evdən çıxarkən hava şəraitini nəzərə alsınlar. Xüsusilə yağış ehtimalı olan bölgələrdə yaşayanlar çətir götürməyi unutmasınlar. Küləkli hava şəraiti səbəbindən açıq havada uzun müddət qalan şəxslər daha diqqətli olmalıdırlar. Bu və daha çox hava proqnozları üçün bizi izləməyi unutmayın. Sabahınız xoş və təhlükəsiz keçsin.